yavaş-yavaş pişmək istəyir, amma üzəri qalxmır. Gördüyünüz kimi içərisinə izləyicinin yazdığı rəyə əsasən nəlbəki atmışam. Görək səviyyə qalxıb daşmaq istəyəcəkmi? Yoxsa sadəcə görürsünüz, nəlbəki var deyə, nəlbəki ilə qazanın dibinin arasında qabarcıq gedir. Səsi eşidirəm o nəlbəkin tık deyə. Və onun şişib qalxmasını sanki maneçlik törədir. Siz də diqqətlə baxın. Aha, o deməkdir ki, artıq qaynayır. Səviyyə qalxmır, nəlbəki icazə vermir. Hətta material elə bir qazandır ki, bu qazanda normalda taxta qaşıqla sınamışam, daşma olur. Aha. Son ana qədər əlim buradadır. Aha. Amma demək olar ki, qaynadı. Pişdi, hazırdır. Yenə də amma səviyyə qalxır. Səviyyə daşma, xahiş edirəm, nə olur söndürdüm, daşma yox. Yenə də nə olursa olsun nəzarətiniz üzərində olmalıdır. Ola bilər ki, siz onun o qaynadığını işinizi gördüyünüz müddətdə görməyəsiniz. Bəli, nəlbəki daşırmanı gecikdirir, amma yenə də başınız işə qarışıbsa, südün səviyyəsi qalxdıqca qazandan tökülmə ehtimalı yarandı.